Herkese salam millət. Videoda giriş eləməyi unutmuşam, onun üçün səsləndirmə edirəm. Bugünkü səyahətimiz Fas, Morokko və Casablanca şəhərindəndir. Düzdür, tək oldum. Bu səfər heç kim olmadı yanımda. Biraz əyləncəli etməyə çalışdım. Əlimdən gəldiyi qədər sizə göstərməyə, anlatmağa çalışdım. Videomuz başlayalım. Salam tamam, ben sana kardeşliğine şimdi orayı Hamada. Aşkım. Olsun. Selamun aleyküm. Aleyküm selam. Oh, salam alaikum guys. Say salam alaikum Dari. Salam alaikum. Romeo, say salam alaikum. Aleykümselam. Və dostlar, çıxdıq belə. İndi Migration'a doğru getməliyik. Migration'a öncə sənədlərimizi verəcəyik. Oradan kağız alıb, şort pası alıb ölkəyə girəcəyik. Ondan sonra ölkəyə girdikdən sonra isə yeri qaydanda elində şort pası təqdimi sənədləri alıb geri gəlməyə gələcək. Bizim nəhəng gəmimizdir. Bir anda daha böyük var. Onun daha qəşəngdir, padrolu falan var, yəni bol cluster var. Arxa hissədə yəqin ki öndə də olmamış olmaz. Belə şeyə doğru gedirik. Migration'a bir xəritəni açın, baxın haradadır. Braziliya vlogunda kimi yavaş-yavaş düzəldə baxıram eləyəm. Braziliya vlogunda elədiyim səfərə minməyə çalışıram. Ümumiyyətlə, bütün səfərini düzəltməyə çalışıram. Görə indi nə olur, nə gəlir başımıza. Dostlar, gəmdən çıxmışıq. Yarım saat yeriyirik, hələ də davam edəcəm məncə bu qədər yox. İlerləniyorum. Liman ərazisinin İngiliz sürülməyi çox gözəldir, yəni İngiliz sürüllər həqiqətən bəzər var, çox gözəl bilirlər. Bu daha sevindirici haldır, yəni ən azından yol tapmaqda vesairədə yaxşıdır. Hələ ki, ölkəyə daxil olamamışıq. Bilmirəm, taksiyə pul verirəm, vermərəm. Peki geri qaydanda verirəm. Bu limanın adını öyrənərəm, yerinə baxaram vesairə. Belə indi miqrasiyaya gedək, görək nə gəlir başımıza. Ümumən nə olur vesairə. Basıqsın, sözlüyüz, baxarımıza bəli. Pozumuz gedirik. Belə yol qırağını gözəl bəziyiblər. Belə şeyimiz belə pasport kimi. Onlara belə bir şey verdilər. Gördüğünüz yani M1 kartı bir de böyle pesat vurdular, bilmirəm heç açığı. Gəldik, çıxdıq, artıq Casablanca'dayıq. Yəni kimi benim də şort giyməm lazım. Məndə başqaları da var imiş. Yəqin bunlar da gəldim düşüb. Güzel bir şəhərdir. Taksi şoferləri falan. Real Center var, çok abi yaxın. Her zamanki Divizeniyadır. Aleyküm, my YouTube channel. Yeah. Salam aleyküm. Yeah. Gelip abi, olsun gelin. Kaskasız yaz ona. O BMW, kim söylüyor. Geldiğim zamandan da çok var söylerdi. Yani tarih bilgim bu arada sıfırdı. Ama geçen Aligas Tuzvalların yerine geldiğimiz hissediler. Kameralar, maşınlarla. Ve güzel bir şehirdi. Audio evet. Ben sevimli maşınım, Vito. Her gittim gözüm aktar yani. Hiç saf bitmeyecek bir sevgili. Tarihi yerde koruyorlar ya çünkü. Onu koruyup restorasyon edip saklıyorlar. Öyle bir yerden. Sen bak. Getdir reklamı. Qardaşın gəlib Sibirizə elə bil ki, belə bir şeydir. Sonra özü mənim motor. Sibirizə. Qardaş çox dəyişir. Allah.
atıyorum. Good, yeah? Very good, very good. Then go. Chop chop. What do you say? Arabic. Akıl. Akıl, yeah. Hani yedi dostumuz Həsənlə bizi gəzdirir. Axırda ona çay qoyuna verəcəyik, narahat olmayın. Yəni, gözəl bir namaz qılanları və s. aldıq. Dediyim kimi, ayaq videodakini. Yeri yemək. Hızlıcan ki Fas'ın yeri yeməklərin dadına baxaq, nelər var, nələr yox. Böyle otantik bir yerdəyik. Yəni Bəli dostlar, videoda dediyim kimi yeri mətbəxin dadına baxdıq. Sevdim, əslində bizə daha yaxın idi və s. Burada videoda səs kəsməyə məcbur olam, çünki YouTube telif atır və sonuncu videolarımda Braziliya vlogumdan çox telif oldu və onları düzəldəcək vaxtım olmadığı üçün tez bir şəkildə limanda nə qədər internet tapmışkən də Morokkodan ikən yükləməyə çalışdım. Ümidvaram ki, bəyənmisinizdir. Sadiq, say salam alaikum. Alaikum salam. Say your name in YouTube channel. Yeah. Hamada. Salam. Aleyküm. Son günlərində nə deyirsən? Və kamera bir sağlaşma və da konuşması elə. Ha, öyle demə də. Bir yerə kəs. Kəs buraları. Yəni gedirsən, gəl sənin geçən yemək var. Valla. Geçən kebab gətirmişəm valla sənə. Gəl kola ilə. Salam aleykum reis. Aleyküm selam. Sen zahmet. Ayağını aç bunu. Nasıl açılıyor bu? Bilmiyorum, hiçbir fikrim yok, bilmiyorum. Dedim bölüm bu. Tamam. Bakın. A few moments later. Pes başıma, püskülür ben olayım. Güzel. Reis bak reis. Güzel. Buna bak. Beni ilgilendirmiyor. Gidiyorsun Sevin. Beni ilgilendirmiyor. Ne diyorsun son sözlerin? Abi yandı. Çok fazla lazım değil. Yaşat diye kız var. Başlamadım düşün. Şunların komple hepsine 600. Bak. Otoru yılı. Məhəmməd, sənə arzulayıram 1 milyon abunə. Anlayamazsınız. Amin.
Abime yeni ev, yeni araba, Tucson en son model. Abiye her şey. Oh! Maşallah. Özümə də arzum odur ki, evə gelin bütün zıvanaqları söndürüp yatın. Bak, bu mu arzun? Evet abi. Şu an bundan fazla bir şey istemiyorum ya. Ya ben bundan qabaqki kontrakt üzərində sağlaşan heç bir çəkim kimi qoydu. Sidneyin Yeni Zelandiyadan gəlişi başladım. iPhone-la başladım. Kameralara baxanlar da onu alacağım Amerikadan. Bundan sonraki səfər mikrofon və yaxşı kamera ilə, daha yaxşı səs kəsib, daha yaxşı görüntü ilə inşallah. İnşallah. 1 milyon abunə ilə mən Namından süper olacaq mənə qardaşı da. Rəşada da ayın 15 özünə baxa bilir. Rəşada da ayın 15 özünə baxa bilər. Ayın 15 Rəşad olan vlogda paylaşacağım. Rəşad Şenyeri. Şimdi birini paylaşdıq. Belə 3-4 yerdə sonluq vermişəm. Hansından istifadə edəcəm bilmirəm. Sağ ol. Güzel oldusa yaxşı başlalar. Abi böyle bir şey yapıyorlar bir de. Buradakiler yapıyordu adam. Böyle vallahi sağ ol veriyordu taksi şoförü çılgın. Bak Alex'in kardeşi gidiyor. Bəli dostlar, beləcə bir videonun daha sonuna gəldik. Casablanca vlogumuzun sonuna gəldik. Umuyorum ki videonu bəyənib kanalımıza abunə olmağı unutmayasınız. Bundan sonraki videoları daha əyləncəli və daha maraqlı əlimdən gəldiyi qədər eləməyə çalışacağım. Videoda gördüyünüz kısa fragmentlərdən gəmidə olan ümumi proseslər, məlumatlar və s. bu barədə ətraflı və geniş məlumatlar da verəcəm. İlerləyən mövzularda və s. Videolarda da qeyd etdiyim kimi yeni kamera və yeni mikrofon aldığım zaman podcast tərzində bəzi insanlarla söhbət edəcək, bəzi dənizlərdən fikir və məsləhət alacağıq. Bu barədə ətraflı və geniş izahat və s. geniş eləmək istəyirəm, çünki bizim öz ana dilimizdə kifayət qədər bunlara izah edən bir məlumat olmadığı üçün bunu etmək qərarına gəldim və öz təcrübələrimi, öz macəralarımı hər kəslə paylaşacağam və bütün təhlükəsizlik qaydalarını həm riayət edərəkdən bu videoları paylaşacağım. Videoların bir çoxu digər insanlardan, internetdən əldə etdiyim mənbələrdən olacaq. Və YouTube-da gəmiçilik tarixi barəsində, gəmiçiliyin yaşamı və s. necə olduğunu, qarşılaşdığımız çətinliklər və s. bu barədə ətraflı danışılan yoxdur. Sadəcə insanlar şəffaf tərəfini görürlər, yaşanan problemlər, sıxıntılar və s. bu barədə heç kimin xəbəri yoxdur və hər hansı bir ülkədə hansı qaydalar və proseslər olduğunu heç kəs bilmir. Mən belə bundan qabaq bilmirdim, görməyənə kimi. Ümidvaram ki, daha ətraflı da yararlı olmaq üçün bu videoları paylaşıram və hər kəs sevər və bəyənər. Bəyənmədiyiniz yerləri şərhlərdə yazmağı unutmayın. Növbəti videolarda görüşmək üzrə. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.